Salam hürmətli qonaqlar, təbii qonaqları. Hamımızı bugünkü gündə salamlayıram. 20 yanvar 1993 il hadisələrindən artıq 24 il keçir. 20 yanvar günü tarixdə yazılmış şanlı səhifə müstəqilliyə açılmış bir sabah oldu. Yüzlərlə insanlarımız şəhid olsa da sonunda biz arzularımıza çatdıq, müstəqilliyimizə qovuşduq. İcazənizlə həmin şəhidlərin, Azərbaycan şəhidlərinin, Azərbaycan oğullarının əli yalın, sinəsini tanklara, silahlara gəlmiş o insanların ruhuna hörmət olaraq xahiş edən bir dəqiqəli sükutla həmin şəhidlərin xatirəsini yad edir. Allah şəhidlərimizə rəhmət eləsin. Məktəbimizin ədəbiyyat müəllimi, Sürayyə müəllimə söz verək, açılışı eləsin, sonra tədbirimizin şagirdlərimiz davam etdirəcək. Hörmətli müəllimlərimiz, valideynlərimiz və sevimli şagirdlərimiz. Biz bugün 20 yanvar şəhidlərinin vəfatının 24-cü il dönümünü qeyd eləmək üçün bura toplaşmışıq. Bu günlər bizim üçün çox ağırdır, matəm günləridir. Həm paytaxtımız Bakı şəhərində, həm də Azərbaycanın ayrı-ayrı bölgələrində şəhid məzarlarına, şəhid xiyabanına axır-axır insanlar gedir. Hazırlıq işləri görürlər. Məzarları qərənfillərlə qoyurlar. Doğrudan da bu günlər bizim üçün çox ağırdır. Bizə məlumdur ki, yanvar ayı tarixdə 2 dəfə qanlı bir ləkə kimi yazılmışdır. Birinci tarix 1905-ci il 9 yanvar ayında Rus xalqının həyatında baş vermişdi. Həmin gün Rus xalqı söz azadlığı, mətbuat azadlığı, iş gününün qısaldılması, əmək haqqının artırılması haqqında Çar babadan xahiş eləmək üçün küçələrə çıxmışdılar. Onların tələbi adicə bir tələb idi. Ancaq Çar hökuməti onları susturmaq üçün əli silahsız küçələrə atışan insanların başına nə oyun gətirsə yaxşıdır. Onlar inanmırdılar ki, Çar baba onları qıracaq, onların arzusunu ürəyində qoyacaq. Elə həmin gün əllərində deməli şüarlarla küçəyə çıxan insanları birdən-birə gülləbaran etməyə başladılar. İnsanlar o tərəfə bu tərəfə axışmaya başladı. Hamının gözündə bir sual okunurdu. Niyə? Nə üçün? Niyə onları qırırlar? Sualın cavabı aydın idi. Yəni insanların azadlıq səsini boğmaq üçün onları gülləbaran etdilər. Və 1905-ci il 9 yanvar qanlı bazar günü tarixə qanlı bir ləkə kimi düşdü. Elə həmin hadisəni də Rus hökuməti törətmişdi. Bu hadisə Azərbaycanda da təkrar olundu. 1990-cı il yanvar ayının 19-dan 20-dən keçən gecə Azərbaycan xalqı küçələrə axışdı. Azərbaycan xalqı zərbəni ermənilərdən gözləyirdi. Hərdən biləydi ki, o zərbəni Rus dövlətindən, Sovet dövlətindən alacaq. Əli silahsız olan insanlar küçələrə çıxdılar. Onlar öz müstəqilliyini, öz azadlığını əldə etmək üçün hamısı küçələrə axışırdı. Ancaq Sovet dövləti təbii sərvətlərlə bol olan Azərbaycan dövlətini yağlı tikəni əlindən buraxmaq istəmirdi. Ona görə də Azərbaycan xalqının başına faciə gətirdilər. Xalqı gülləbaran etdilər, zirəhli tankların altında qoydular, ölmüş insan meyitlərini çürüyüb Xəzər dənizinə atdılar. Bu elə bir qanlı faciə idi ki, bunu heç vaxt unutmaq olmazdı. Ancaq Azərbaycan xalqı əzildi, əyilmədi, sınmadı.
ayağa qalxdı, dikəldi, öz mübarizliyini bir daha Sovet dövlətinə göstərdi. Beləliklə, deməli 1990-cı il 20 yanvar faciəsi bizim üçün bir faciə olsa da, bizim üçün bir mübarizlik dərsi oldu. Biz həmin gün bizim müstəqilliyimizin əvvəli başlayır. Azərbaycan xalqı həmişə mübariz bir xalq olub. Bundan sonra da mübarizəni davam etdirəcək, itilmiş torpaqlarımızı geri qaytaracaq və vahi, gözəl bir müstəqil respublika kimi, azad bir xalq kimi yaşayacaq. Əziz qonaqlar, indi gəlin, həmin dediyim sözlərin mabədi olaraq verilişi aparmaq üçün sözü 20 nömrəli məktəbin şagird kollektivinə verək. Çalmaz, ayvalar. Konsert değil bu. Siz bilərək. Baxın, bu qanlı faciəyə diqqətlə baxın. Yaxşı baxın. Mən dağları, daşları, quşları, aylar və ulduzları və dünya aləmləri buna şahid çəkərəm. Və soruşaram ki, bu qanlı faciəyə nə ad vermək olar?
O vədə hamısı bir səslə deyəcəklər: vəhşilik, vəhşilik. Bu faciə tarixi qanla yazılmış bir səhifə olacaq və bizdən sonraki nəsillər tarixin bu qanlı səhifəsini vərəqləyəcək və illər uzunu bunu yada salır, üzünüzə tüpürüb deyəcəklər: vəhşilər, vəhşilər. Azərbaycan xalqı həmişə öz tarixi ilə fəxr edir, öyünür. Çünki onun tarixi qəhrəmanlıqla dolu bir səhifədir. Lakin qəhrəmanlıqla dolu olan səhifələr qansız qalasız keçmir. Bu səhifələr qəhrəmanların, şəhidlərin hesabına açılır. Qoca tarixin səhifələrinə yazılmış, əvvəli həkk olunmuş qanlı faciələrdən biri də 20 yanvar faciəsidir. Tarixə qara hərflərlə yazılan, lakin Azərbaycan xalqının yaddaşına müstəqilliyinin qazanması uğrunda mübarizə zirvəsi kimi qeyd olunan bir faciə. 20 yanvar faciəsi ürəyimizi nə qədər ağrıdırsa, nə qədər bizi göynədirsə də bir o qədər bizi ruhlandırır. Çünki 20 yanvar faciəsi bizim milli qeyrət günümüzdür. Müstəqil Azərbaycanın yaranmasının başlanğıcıdır. 1988-ci il idi. Suyumuzu içib, çörəyimizi yeyən, Azərbaycanın dilbər gövşələrində məskunlaşan ermənilər Dağlıq Qarabağı Azərbaycandan qoparıb, öz ərazilərinə qatmaq istəyirdi. Buna görə də Azərbaycanları öz yuvalarından qovub, evlərini yandırır, özlərini isə qətlə yetirirdilər. Bakıda və bölgələrdə ermənilərin bu hərəkət xalqın böyük qəzəbinə səbəb oldu. Hər yerdə etiraz dalğası baş qaldırdı. Xalq mitinglərə çıxaraq mərkəzi hakimiyyətdən Dağlıq Qarabağda Azərbaycanın hüquqlarının bərpa edilməsini tələb edirdi. Mərkəz isə bir tərəfi mövqe tuturdu. Respublikanın başında yerləşən rəhbərlər də mərkəzdən göstəriş gözləyirdilər. Nəhayət, torpaqlarımızın bütövlüyü uğrunda gedən mübarizə milli azadlıq hərəkət xarakteri almağa başladı. Küçələrdə, meydanlarda kütləvi aksiyalar ara verildi. Azərbaycanda müstəqil dövlət qurulması şüarı altında mitinglər keçirilirdi. Bu mitinglər mərkəzi çox qorxuya saldı. Mərkəz yolu tikəni Azərbaycanı itirməkdən qorxurdu. Onlar Azərbaycanı qoşun yeritmək, xalqın milli azadlıq mübarizəsini qan dənizində boğmaq üçün məqam gözləyirdilər. 1990-cı il yanvar ayının 19-u. Soyuq bir qış günü. Şaxta adamı qılınc kimi kəsirdi. Vətəni candan sevən insanlar, ziyalılar, sıravi vətəndaşlar Bakıya yürüdüləcək qoşunun qarşısını kəsmək üçün küçələrə axışdılar. Şəhərin şimal hissəsinə qoşun gələn tərəfə canlı sipər çəkdilər. Nə soyuq, nə ölümlər qalxırdı. Bu isə mərdliyin, vətən sevgisinin ən yüksək zirvəsi idi. Həmin gecə dəhşətli bir gecə oldu. İlk növbədə televiziya enerji bloku partladıldı. Bütün respublika sanki enerji blokadasına alınmışdı. Sonra odlu silahla silahlanmış Rus ordusu şəhərə şimal hissədən daxil olaraq əlyanlı insanları güllə yağışına tutdu. Onların üzərinə avtomobilləri döyüş texnikasını sürürdülər. O gecə 19-undan 20-sinə keçən gecə Bakı özü boyda qan dənizinə boyandı. Qoca tarix yaşamamışdı belə vəhşəti, belə qəddarlığı. O gecə 131 nəfər soydaşımızın həyatına son qoyuldu. 744 nəfər bu və ya digər dərəcədə xəsarət aldı. Həmin gecə elə bir dəhşətli bir gecə oldu. Sanki qiyamət qopmuşdu. İnsanlar qorxu içərisində səhərə açdılar. Onlar nə görsə yaxşıdır. Küçə və meydanlar meyitlərlə doluydu. Al-qırmızı qərənfillər isə vətən uğrunda şəhid olanların üstünə səpələnmişdir. Göydə görünən günəş sanki qanın qırmızılığından utanıb buludların arxasına gizlənməyə çalışırdı. Al-qırmızı qərənfillər nədən bilərdilər ki? Bir vaxt toylara, nişanlara,
ad günlərinə aparılan həmin günlər indi isə matəm günlərinə çevriləcək. O şənbə gecəsi vətən başına, elə vətən boyda qara bağladı. Özdü böhtana da, özdü şərə də, yedi şəkər kimi hər dərdi xalqa. Azadlıq yolunda ölümə də hazır olduğunu göstərdi xalqa. Azadlıq verilmir, alınır dayan. Onun elçisidir, ölüm, qan, qada. Ölümə hazır olmayan millət hazır deyil, azadlığa da. Yalın əllərlə tanklar üstünə atılan cavanlar eşq olsun sizə. Siz təsdiq etdiniz azadlığın da halal olduğunu millətimizə. Şəhid zirvəsinə qalxan cavanlar, sinəsi hər zülmə qalxan cavanlar, böyük Nəsiminin, Ulu Babəkin xeyir duasını aldı o gecə. Zamandan irəli sıçrayıb yəqin, tarixdə qaldı o gecə. Ertəsi gün həm doğma Bakımız, həm də ayrı-ayrı bölgələr matəm libasıydı. Şəhid olmuş insanların neydi günahı? Onları niyə qırırdılar? Suallar çox, cavablarsa yox. Bu qanlı mənzərəni görən insanlar bunun yerlərində qalmışdılar. Qızıl qərənfillər əllərdə min şəhidlər önündə bir an dondular. Fədakar oğullar xiyabanda yox, xalqın ürəyində dəfn olundular. Durun, ağlamayın, vallah qəm kədər, heç vaxt sığmamış qeyrətimizə. Bu bayraq altında yaşamaq qədər, torpağa getmək də şərəfdir bizə. Xalqımız vətən uğrunda şəhid olanları şəhidlər xiyabanına yola saldı. Elə bil, hər bir şəhid axı biz nə eləmişdik sualı ilə xalqa müraciət edirdi. Şəhidlər xiyabanı, dilə gəlir məzarlar, axı biz nə eləmişdik? Dilə gəlir məzarları seyr edən solğun üzdə nəzərlər, axı biz nə eləmişdik? Bu ittiham, bu sual şəhidlərin birləşən hər yazısında səslənir. Fərizənin, ilhamın çırağı söndürülmüş komasında səslənir. Axı biz nə eləmişdik? Ağsaqqal babaların, ağ birçək nənələrin duasında səslənir. Axı biz nə eləmişdik? Bu ittiham, bu sual məktəbli Larissanın qara lentə tutulmuş partasında səslənir. Axı biz nə eləmişdik? Günahsız qurbanların baş daşında səslənir. Onların yetim qalan körpə bağlarının dünyadan haqq istəyən göz yaşında səslənir. Axı biz nə eləmişdik? Bu ittiham, bu sual qırın əmri verənin qulağında dinmədi. Bizə vaxtı göstərən o qocaman Kremlin zəngində səslənmədi. Boğdular bir millətin, axı biz nə eləmişdik deyən o haqq səsini. Şəhidlərin qanıyla yazdılar bir qatilə marşal vəsiqəsini. Bir əmr elədi, o biri qırdı, qansızlar buna haqqanı batırdı. Silahsız adamlar günahsız yerə, yerdə ulduz kimi yanıb söndülər. Cəza istəyirdik biz qatillərə, amma ikisi də rütbələndilər. Batdı, həqiqətin batdı haqq səsi, haqqı tapılmadı onlardan soran. Qırana verdilər marşal rütbəsi, prezident taxtına çıxdı qırdıran. Şəhidlər xiyabanı, bir-birinə bənzəyən məzarlar. İçərisində uşağı da var, qocası da. Şagirdi də var, müəllimi də. Qadını da var, Leyli və Məcnun da.
Şəhidlərin hamısı bənziyir bir-birinə, bir bax qəbirlərinə. Hamısı qıpqırmızı qərənfilə bələnmiş, hamısı bir biçimdə, bir boyda cərgələnmiş. Səbəb birdir, əməl bir, hədəf birdir, hədəf bir. Onları bu dünyadan aparan güllə də bir. Şəhidlər xiyabanında birinci məzar İlham və Fərizənin məzarıdır. Məzarın baş daşında toy günü çəkdirdikləri şəkil mövcuddur. Necə xoşbəxt idilər, gözlərindən sevgi yağışı yağırdı. Nələr vəd edirdi onlara? İlahi, bu baxışlar bir-birinə nələr deyirdi. Yaxşı deyirlər, sən saydığını say, gör fərəqini sayır. İlmiyanlar qilləsi, qatil qilləsi, onların arzularını gözlərində qoydu. Vətən eşqi, vətən məhəbbəti, sevgi məhəbbətindən üstün gəldi. Öncə vətən, sonra məhəbbət deyən İlham özünü küçəyə atdı. Özünü küçədəki insanların qarşısına canlı bir sipər çəkdi. Və sonra nə oldu? Sonra, indi isə gəlin İlham və Fərizənin müasir dövrün Leyli və Məcnunlu dastanından bir epizoda baxaq. İştirak edirlər İlham, Bakı sakini, Fərizə, İlhamın həyat yoldaşı, Ofeliya, İlhamın anası, Fuad və Kəmran, İlhamın dostları. İlham və Fərizə bir neçə ilişki evlənirlər. Onlar özlərini çox xoşbəxt hiss edirlər. Əvvəl oturub, səmimi söhbət edirlər. Əslində, bir neçə aydır ki, evlənmişdim. Mən özümü dünyanın ən xoşbəxt qadını hiss edirəm. Çox şükür ki, evimiz, bir tikə çörəyimiz var. Amma səni bu aralar çox yorulursan, bitkin görürəm. Bilirəm, çox yorulursan. Axşam gedib səhər qayıdırsan. Bəlkə mən də işləyim. Hər halda sənə bir köməyə verəm. Yoxsa evlənməyimizə peşmansın? Yox, Fərizə, sən nə danışırsan? Mən bugün həsrətlə gözləmişəm. Düzdür, atamdan sonra həyat mənə biraz ağır olur. Amma anam məni qalxmağa qoymuyor. Anam bizim toy günümüzə bilirsən necə sevinirdi. O toy günü qulağımı fısıldayıb verdi ki, oğlu, Allah səni xatalardan qorusun. Məndən sonra ana artıq bu günləri də gördü. Qaldı ki, mən biraz fikirli olmaqla, nə bilim, dünyanın işlidir. Eybi yox, bütün analar elədir. Bu səni çox istədiyindən bu sözləri deyir. İşte, bir şey olsa, yox, bu ola bilməz. Anamın bir arzusu var, o da nə varsa olur. Deyirdi ki, nəvəm olsa bilirsən necə əzizləyərsin, sevərdim. İlham, mən də sənə elə bu sözünü demək istəyirdim. Amma çox utanırdım. Bizim körpəmiz olacaq, əzizim. Sən nə danışırsan? Körpəmiz olacaq. Deməli, sən ana mən ata olacaq. Əzizim, indi valideynlərin adlarını uşaqlarını qoymaq dərmişim. Oğlumuz olsa adını İlham, qızımız olsa adını Fərizə qoyarıq. Hə, nə deyirsən İlham? Axır vaxtda çox fikirliyəm. Amma sən məni sevindirdin. Deməli, körpəmiz olacaq. Ömür vəfa qılsa... İlham, Fərizə qızım, evdəsiz? Buyur ana. Salam qızım, salam. Heç oğlum evdəsiz. Buyur ana, elə. Çox sağ olun, sizdən ötürü elə narahat edim. Fərizə, anama çay gəl. Çaysızım ana çay. Qızım, səsini tanım. Oğlum, sənin ötürü elə narahat edim. Hələ bir söz danışır. Deyirlər, Rusqoşun şəhərə daxil olub. Çox sağ olun. Deyirlər, Rusqoşun şəhərə daxil olub. Cəmaatı qıracaqlar onlar, bir şey eləmək lazımdır. Yox, ana, yox. Mən buna yol verə bilmərəm. Sən Rusları yaxşı tanımırsan. Bəs xalqı, bəs vətən, mən vətən qarşısında nə deyərəm? İndi başa düşürəm ki, bir yan mən arzularımdan danışanda sən niyə ömür vəfa qılsa deyildin? Oğlum, düz deyirsən. Amma narahatcam, yenə səndən narahatam. Şöyle bayra çıxma. Ana, mən geçməliyəm. Sportu meydanına yaxınlaşdım, mən geçməliyəm. Sağ salamlar. Yox.
Analətinə də verirsən. Yoxsa qoy kesmək sizi. Ağlama bacım, ağlama. Bu qan yerdə qalmayacaq. İlham qardaşım, biz sənin qisasını alacağıq. Oğlum, aparmayın onu. İlhamı məndən almayın. İlham. İlham. Aman Allah'ım. Bu ne belaydı bizi saldın ya Rabbim. İlhamı məndən niyə aldın? Mən onsuz yaşaya bilmərəm. Bu ömrü onsuz yaşaya bilmərəm. O həmişə mənə məcnun deyim deyərdi. Mən ona məcnunum deyərdi. Hanı bəs məhəbbətimiz hanı? Ya Rabbim, bu nə belaydı düşdük biz. Yox İlham. Mən yaşaya bilmərəm. Mən də canıma qıyacağım. Sənin yanına gələcəm, körpəmizlə bir yerdə böyüyəcək. Sən atasız böyümüsən, amma körpəmiz atasız böyüməyəcək. Mənə söz vermişdin. Yox İlham, sənin yanına gələcəm. Zəhər içib öz qanıma qıyacağım, ya Rəbbim, bağışla məni. Bağışla ya Rəbbim, amma özümə qıymalıydım. Deyəsən zəhər üstə əksirlik göstərir. Sənin yanına gəlirəm İlham. Fərizə, qızım, evdəsən bala. Fərizə. Aman Allah'ım, bu nə dəhşətdir. Qızım, yaxşısan qızım. Fərizə, Allah'ım. Allah'ım, bu neydi? Bütün evlatlarım əlimdən aldı yarım. Ben bunlarsız neyleyeceğim? Yok. Ne kadar evlatlarım ölse de ben onların intikamını alacağım. Tek mən yok. Neçə oğul kızlarımız, benim evlatlarımın ve bütün kanı tökülen şəhidlərimizin intikamını alacaklar. Analar sanar abla. Derdini sanar abla. Döner boz göyərçinə, yollara qonar abla. 13 yaşlı körpə balalar isə necə gözəl arzuların vardı. Nə oxudun, nə gördün, sənin nə günahın vardı. Kimə nə etmişdir ki? Partan boş qaldı. Kitab dəftərinin qatı açılmadı. Yox, Larisa, sən elə ölməmişsən. Sən həmişə dostlarının qəlbində əbədi yaşayırsan. 13 yaşlı körpə bala. Yazıq anam necə dözsün bu kədərə, bu məlala. Məzarının baş ucunda kuklan da var. Bugün layla çalmalıyken sen kuklana, kuklan sənə layla çalır. Sən özün də kuklaydın. Bu dünyanın əvvəlini, axırını heç bilmədin. Kim kuklaya gül atar? Atan oldu, ədaləti, həqiqəti bir mərəzə satan oldu. Anan asmış dərs çantanı məzarının baş daşına. Söylə, niyə hay vermirsən səni dərsə haraylayan yoldaşına? Sənin adın dostlarının dil əzbəri. Qızım, ax səni gözlər çoxdan bəri. Açmadığın kitabların, yazmadığın dəftərləri, partadakı o boş yerin səni gözlər çoxdan bəri. Nə bəlkə oldu yuxun sənin? Ataların ah naləsi, anaların haray səsi sığmır göyə, sığmır yerə. Söylə, niyə oyanmırsan bu haraya, bu həşirə? Övladıydın iki xalqın, bu dostluğa mən doydum, sən doydun.
Sən dostluğun simvoluydun. Bunu da mı bugün bizə çox gördülər? Elə bil ki, səninlə bir bu dostluğu öldürdülər. Bütün yüksəkliklərdə ucada dayanan bir zirvə var. Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Vətən və xalq yolunda canını fəda etməkdən qorxmayan, cəsarətli, ləyaqətli insanlar bu vəzifəyə yüksələ bilər. Qatil gülləsinə qurban edirkən, gözünü sabaha dikdi şəhidlər. Üç rəngli bayrağı öz qanlarıyla vətən göylərindən çəkdi şəhidlər. Zalim öyünməsin zülümləri ilə, min bir böhtanı ilə, min bir şəri ilə, həqiqət uğrunda ölümləri ilə ölümü şamına çəkdi şəhidlər. O şənbə gecəsi, o qətil günü mümkünə döndərdik çox namümkünü. Xalqın qəlbindəki qorxu hürkünü o gecə dağıdıb söktü şəhidlər. Tarixi yaşadıb diləyimizdə bir yumruğa döndük o gecə bizdə. Yıxıb körəliyi ürəyimizdən cəsarət mülkünü çəkdi şəhidlər. İnsan, insan olur öz sünəriyle, millət, millət olur xeyri şəriyle, torpağın bağrına cəsədləriyle, azadlıq toxumu əkdi şəhidlər, azadlıq toxumu əkdi şəhidlər. Azadlığı, müstəqilliyi babalarından miras qalan torpağı uğrunda oğlunu, qızını şəhid verən xalq hökmət xalqdır. Gültəkin Əsədova, Ülvi Bünyadzadə, Koroğlu Rəhimov, Çingiz Mustafayev, Salatın Əskərova. Bu siyahı çox uzundur. Canına fəda etmiş bu şəhidləri bir amal birləşdirir. Biz gəldi gedərik, təki vətən yaşasın. 20 yanvar faciəsi bizə ibrət dərsi oldu. Xalqımızı bir bayraq altında birləşdirdi. Azərbaycanı böyük imperiya caynağından qurtardı. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqil bir respublika oldu. Əvvəl Türkiyə və Pakistan, sonra isə dünyanın digər ölkələri Azərbaycanın müstəqilliyini tanıdı. Bir canım var sizə qurban Azərbaycan oğulları. Mərdliyi unutmur dövran, mərd keçdi qanlı yolları, ay vətən qəhrəmanları. Düşmən yurda yurt salmasın, yurdlar düşmənə qalmasın, vətən oğulsuz olmasın, vətən oğulsuz olmasın. Kimi yaqut qınından bir ki göz yaşları kimləri sevir. Nifrət vulkanları qopsun qanından, sən göz yaşlarını gülləyə çevir. Yubana bilmirik nə bir həddimiz, geciksən qaralar sönər çox ocaq. Bugün zəfər çalmaq son məqsədimiz, qələbə göz yaşları sonra axacaq. Qara gözlərimin, qara giləsi, Qarabağ yad yurda heç vaxt qarışmaz. Götür bu sətirlər, döyüş gülləsi, ağlama, ağlamaq bizə yaraşmaz. Məğrur qəhqəhə ilə düşmənə hücum, geciksər qalalar sönər çox ocaq. Bu sənin, bu onun, bu mənim borcum, qələbə göz yaşları sonra axacaq.
yanvar şəhidlərin xatirəsi hamımız üçün çox əzizdir. Həmin gün şəhidlərin ən çox qətlə yetirildiyi yer indi 20 yanvar meydanı adlanır. Onların şərəfinə küçə və metro 20 yanvar adlanmışdır. Ulu öndərimiz Heydər Əliyevin fərmanına əsasən bütün bölmələrdə şəhidlərin uca xatirəsinə abidələr ucalmışdır. Xalqımız ən böyük abidəni isə öz qəlblərində ucalmışdır. Odur ki, ümummilli lider Heydər Əliyev qətiyyətlə bütün dünyaya elan edir. Azərbaycan Respublikasının müstəqilliyi mənşəli əbədidir və heç vaxt sönməyəcək. Buna bütün dünya inanır, buna hamıdan qabaq özümüz inanırıq. Artıq 20 yanvar faciəsindən 24 ildir. 24 ildir ki, şəhidlər xiyabanı insanların daimi ziyarət yerinə, əskərlərimizin isə and yerinə çevrilmişdir. Onlar and içərək deyirlər. Əlini qan fışqıran, açıq yarasına bas. Vətən bizi çağırır. Eşitmirsən, qulaq as. Vətən bizi çağırır. Vətən bizi çağırır. Qarşıda tufan külək. Qarşıda tufan külək. Düşmən üstünə gülək. Yumruq kimi birləşək. Vətən bizi çağırır. Vətən bizi çağırır. Vətən can, vətən ciyər, bütün dünyaya dəyər. Ölmüşük mü biz məyər? Vətən bizi çağırır. Vətən bizi çağırır. Başımın üstündə haqq, haqqdır çiçəkli bayraq. Yazmaq vaxtı deyil, qalq. Vətən bizi çağırır. Vətən bizi çağırır. Bilirsin,
Doktor götürür mənim. Bin tərbidə minələr. Bazı şeylere koydum. Ağzı koydum. Azərbaycan əsgəri. Şəhid ruhu sizi mübarizəyə səsləyir. Şəhid ruhu sizi ayıq-sayıq olmağa çağırır. Bu səs Salatinlərin, Çingizlərin, Tofiqlərin, Arıların, Əliflərin, Mübarizlərin səsidir. Siz şəhid ruhuna and içdiniz, söz verdiniz. Yaxıdan intiqam ala bilmədi. Gözümün önündə oyun qurdular.
bağışlayan oğul bu şəri ağaca sarıyım. Kardeşim, ərim, kızımın bitir yan soyundurdu. Əmi, ben bir körpəyəm, şahtadan donmuş, cəsədim üstüne qarğalar qonmuş. Mübariz, özünü qayadan atan, paklıq rəmzi kimi Tanrıya çatan Kəlbəcəlli qızam, saçım bulutdu, şəri ertəliyib vaxtı haqlıyım, şərəfi, namusu uca saxlayım. Mən o gün ölümün yolunu tutdum. Bütöv ailəyi şəhid olmuşum, qanlı səhnələrə şahid olmuşum. Anayım, atayım, oğuluq qızım, necə arxasızım, necə yalqızım. Ocağımız necə sönüb mübariz, göylərdən enib gəlmişim mübariz. Oğul, sən tək deyilsən, biz səninləyik. Arxam var, gücüm var yolu yormağa. Yerin, şaqqalları yuvasında bu. Çalış, çalış, salmasınlar səni qarmağa. Ana, vətənim mi qarmağa düşər? Mən ki anlamıram yat sərhədini. Doğma yuvamızda yutsal düşmən, biz ona bildirək gerək həddini. Ölməz pəhləvanım ringə gedirdi, şəhid ruhlarıyla birgə gedirdi. Gedirdi tarixdə tarix olmağa, gedirdi yanıdan qisas almağa. Komandir özüydü, əskər özüydü, istehkam özüydü, səngər özüydü. O böyük yaradandan tələb gətirdi, verdi qərarını o tək başına. Öz şah ölümüyle şərəf getirdi vətənin binlərlə vətəndaşına. Demə öldü mübariz, demə köşdü mübariz, mübarizlik yolunu özü seçti mübariz, özü seçti mübariz, özü seçti mübariz. Galan turpa ağrıyır,
bizimdir qələbə, bizimdir zəfər. Buna hamı əmin, mən, sən, o əmin. Vətənim kəsilər, düşmənə qəmin. Tezliklə ehsanı verilir qəmin. Millətim qəhrəman, ordum müzəffər. Bizimdir qələbə, bizimdir zəfər. Qəzəbim, nifrətim sınağa hazır. Yadının qətlinə son fərman yazır. Qəbrini süngüylə, nizəylə qazır. Cənnət vətənimdə qalmaz bir kafir. Bizimdir qələbə, bizimdir zəfər. Qobustan qayası əlimdə qalxan, Xəzərim çalxalan, Arazım çalxan, düşmənin üstünə sel kimi axan. Bu dağda, daşda sinəsi sipər. Bizimdir qələbə, bizimdir zəfər. Bizimdir qələbə, bizimdir zəfər.
Umarım dərimiz Heydər Əliyevin davamçısı İlham Əliyev cənabları 20 yanvar şəhidlərinin qisasına alınacağı isbatda çox az qaldığını bildirir. Prezident itirilmiş torpaqları sülh yoluyla qaytarmağa çalışır. O istəmir ki, yenə qanunlar tökülsün, şəhidlər verilsin. Odur ki, bütün dünya xalqlarının nəzər diqqətini bu sahəyə yönəltmişdir. Prezidentimiz tez-tez cəbhə bölgəsinə gedir. Əsgərlərlə vətənpərvərlik mövzusunda söhbət edir. Televiziya ekranlarında bizim milli ordumuz var, təcrübəli əsgərlərimiz və güclü texnikamız var deməklə bir daha düşmənə sübut etmək istəyir ki, Azərbaycan qüvvətli bir dövlətdir. İlham Əliyev cənabları torpaqlarımızı qan tökülmədən sülh yolu ilə işğaldan azad etməyə təşəbbüs göstərir. Buna nail olmaq üçün qonşu və digər dövlətlərin köməyindən istifadə etməyə çalışır. Əgər bu təşəbbüs baş tutmasa, müstəqil Azərbaycan Respublikasının hər bir vətəndaşı, o cümlədən qeyrətli oğul və qızları silaha sarılacaq. Torpaqlarımızı düşmən tapdağından azad edəcək. 20 yanvar şəhidlərinin ruhu rahat edəcək. Azerbaycan'ı sevin, sevin Azerbaycan'ı. Bugün odlu sevgiye onun ihtiyacı var. Sevin odum, ocağım, evim Azerbaycan'ım. İndiki dertlerine eşkimiz elac olar. Yaraları göynüyür, yaraları sızlayır. Bu milletin gayretli oğulları, kızları. Sevgimiz xilas eder bugün Azerbaycan'ı. Azerbaycan'ı sevin, sevin Azerbaycan'ı. Adını oca tutun her arzudan, dileyden. Doymayın, usanmayın ona ana demekten. Anımızın heyecanı, harayı. Bir dahi kim yanar ona bizden savayı. O bizim ruhumuzda, o bizim kanımızda. Yalnız biz geçmeli uğrunda canımızdan. Can istese can verin. Sevin Azerbaycan'ı. Sevin Azerbaycan'ı. Azerbaycan'ı sevin. Sevin Azerbaycan'ı. Kürül kürül ollanan evim Azerbaycan'ı. Dünyada vallah böyle talihsiz millet olmaz. Ne kadar saklayanlar girov Azerbaycan'ı. Bu kadar bölge olmaz. Bu kadar serhad olmaz. Bəs nə vaxt görəcəyik bütöv Azərbaycanı. Öz doğma yurt yuvandır yalın Azərbaycanı. Biz bacara bilmədik. Ey gələcək nəsillər, ey gələcək nəsillər, bari bu təzə əsrdə bir-birinə calayın qatın Azərbaycanı. Köküm, soyum, soyadım, adım Azərbaycanı. Haçandı, öz-özündən aralı bir ülkədir. Yaralı bir ülkədir, şəhidli bir ülkədir. Azmış o təzədən bölünür, parçalanır. Təbrizdən üstünə Şuşa dərli qalanır. Neçə yeri ayrılar, ya ilahi bir bədən. Hırda bir məkan qalıb o boyda bir ülkədən. Tamam bitər, tükənər, belə getsə amandır. Axı, bir zamanlar nəhəng Azərbaycandır. Zaman tanıyıb biçim Azərbaycanı. Bizə miras qoydular kiçik Azərbaycanı. Ay bizdən ola bizə yağ olanlar, vətənə sevgidə də az maraq olanlar, xalqına xidmətdə də tamam gəzənlərlər. Özümüzdən olanlar, özümüzə gəlirlər. Siz də qeyrətə gəlin, imana, dinə gəlin. Vətən bağışlar sizi, vətən eşqinə gəlin. O sizə çörək verin, nəzir niyaz eləyin. Yalnız onun sevgisi sizi xilas eləyər. Sevmirsinizsə barı boğazına çəkməyin. Doğulu məhəbbətə çağırıram hər kəsi. Azərbaycanı sevin, sevin Azərbaycanı. Azərbaycanı sevin.
Lazım, hava kimi, su kimi. Bize biraz vaxt lazım, gündəlik ruzu kimi. Bize biraz vaxt lazım, vaxt bizi təpikləyir, zaman bizi daxlayır. Bize biraz vaxt lazım, bu vaxtın sonunda hücum başlanır. Azərbaycan bayrağını Qarabağda asacağıq.
Hörmətli qonaqlar, sizdən bir xahişim var. Bizimlə xatirə şəkil çəkməyə sizi səhnəmizə dəvət edirəm. Dayanın deyirlər. Sizdə. Hörmətli tədbir iştirakçıları, bu tədbir 20 yanvar faciəsinin 24 ildə bağlı keçilən tədbir təkcə bu tədbirlə olunuyub. Məktəbdə 20 yanvar faciəsilə bağlı xüsusi tədbirlər planı hazırlanmış və o tədbirlər planında məktəbin bütün müəllimləri, sinif rəhbərləri, həm müəllimləri faal iştirak etmişlər. Belə ki, inşa yazıları yazılmış, ibtidai siniflərdə müsabiqələri keçirilmiş və mən nəinki digər siniflərimiz, hətta bizim gülüzarmış qrup rəhbərləri də Şəhidlər Xiyabanına ziyarətlər təşkil etmişlər. Bugün bu tədbir bizim yekun tədbirimizdir. Bu tədbiri biz keçirməklə bu göstərir ki, bizim bugünkü bu 20 yanvar təkcə faciə deyil. Bu bizim qəhrəmanlıq səhifəmizdir. Biz göstərə bildik ki, biz vətən uğrunda hər bir an canımızı verməyə hazırıq. Həmin bu 20 yanvar faciəsində eyni zamanda millətlərin birliyi də özünü şəkildə göstərilir. Hər ki Azərbaycanlılar yox, digər Azərbaycanda yaşayan xalqlar da bu gün münasibətlə öz canlarını təqə etdirlər. Biz bugünkü vəziyyətlə bağlı olaraq bizim balalarımızın əvvəla bugünkü tədbirlə bağlı ona demək istəyirəm ki, bu tədbirdə bəzi hallarda bizim uşaqlarımız bir an duruxudurlar. Bunlar o demək deyil. Onlar həyəcandan belə olurdular. Onların daxilindən o hisslər yaranırdı. Onlar o hissləri boğa bilmirdilər. Bəzən görürsünlər, onlar həmin an bəzi sözlərdə çətin çəkirdilər. Bugün yenə də bizim görürsünüz 20 yanvardan neçə il keçəndən sonra yenə bizim mübarizlərimiz yetişdi. Yəni bugün də onlar var. Sabah da olacaq. Biz o torpaqlarımızı, Qarabağ torpağımızı həmişə biz prezidentimiz də və dövlət başçısı da deyir ki, hər gün yüzüyle mümkün olsa onu şəkildə alabilir, biz hələlik çalışır ki, bunu sülh yolu. Bugün bizim gənclərimizin qarşısında əsas məqsəd nədir? Bütün bunları dünyaya tanıtırmaq üçün bizim xarici dil müəllimlərimiz dərsləri elə səviyyədə keçməlidirlər ki, bizim balalarımız xarici dilləri yaxşı öyrənsinlər. Onlar dünyanın istənilən bir ölkəsində olduqda Azərbaycanın başına gələn bəlaları onlara göstərə bilsinlər, onların dilində onlara çatdıra bilsinlər. Eyni zamanda digər fənlərdə də təsirimiz güclü olmalıdır ki, bizim elmimiz güclü olmalıdır ki, dünya arenasına biz çıxay və öz Azərbaycanın bugünü, günəni və gələcəyi haqqında məlumat verə bilir. Bugünkü tədbirdə iştirak edən bütün insanlara mən öz adından, eyni zamanda məktəb rəhbərliyi adından minnətdarlığımı bildirirəm. Xüsusən İlhama müəllimə, Aytəki müəllimə, 11B, 6G, 10B, 9A, 9B, 8A sinif və bütün şagirdlərə, eyni zamanda Süreyya müəlliməyə, Nəzakət müəllimə, Gülfət müəllimə öz minnətdarlığımı və ümumiyyətlə bu tədbirin təşkilində əməyi olan bütün insanlara öz təşəkkürümü bildirirəm və bugün bizim işimiz bununla bitməlidir. Bundan sonra da biz tədris prosesində, dərs prosesində şagirdlərimizə vətənə məhəbbət hissi yaşlamalıyıq. Onları vətənin qorumaq yollarını göstərməliyik. Və onu da qeyd edin ki, biz hər bir bizim birinci
daxilimizdən hisslər atmalıdır. Siz görürdünüz, bizim Türkan balamızın şeir deyəndə, onun daxilində hansı hisslər qopurdur. Bizim hər birimizdə o hisslər olmalıdır. Biz daxilən belə olmalıyıq. Biz daxilən vətənimizi qorumaya çalışmalıyıq. Vətəni qorumağa hazır olmalıyıq. Və dövlətin təhsil siyasəti ilə bağlı bizim qarşımızda qoyulan vəzifələri pedagojik kollektivin iştirakı ilə, şagirdlərimizin iştirakı ilə, valideynlərimizin iştirakı ilə biz buna nail olmalıyıq ki, məktəbimizdə təhsil ən yüksək səviyyədə olsun və eyni zamanda 20 nömrəli məktəbin əvvəlki şan və şöhrətini özündən qaytara bilər. Sizə can sağlığı arzu edirəm, uzun ömür arzu edirəm və gələcək işinizdə müvəffəqiyyətlər arzu edirəm. Çox sağ olun.